Uşaq nədir ki, 2 eləyər. Böyle adamı şaxtalı, bızda, heç kimə cavabdeh deyir. Deyir ki, biz cavabdeh. Sabah getdi, deyir, sığorta eləyəcək. Mən uşağımı 3000-ə satmağa gəlmişəm, bura sığorta elə. Mən Həsənov Bəxtiyar. Bizim burada istəyimiz odur ki, məktəbimiz bir həftədən çoxdur, qəzalı vəziyyətdədir. Fövqəladə vəziyyət olub, qəzalı vəziyyətdə məktəbimiz bizim. Yəni dağılır. Biz istəyirik ki, bizə burada 4-5 vaqon qoysunlar. 100 dənə uşağımız var bizim. Gəlsin burada dərs keçsin. Avtobus ayırıblar ki, 8-ə işləmiş buradan uşaqları götürəcəklər, gedəcəklər aşağı Kürkən məktəbinə. Şaxtalı bızlı havadır. 8-ə işləmiş uşaq buradan gedirsə, 8-də hava açılmır. Dumandan gözü görmür. Yanvar, fevral ayı dumanın gələn vaxtıdır. Özümüz baxırıq ki, gözü görmür burada. Saat deməli uşaq durmalıdır 6-da. Belə şey olmaz axı. Cəmaatı bir-birini citmək olmaz axı. Bağçası yox bu kəndin, bir şey yox. 6 yaşı tamam olur, tuturuq əlinə yatırıyor bura. Uşaq da aşağı sinirlər. Valideynsiz burada qalmır. Onda valideynlər də getməlidir ora. 6 dənə vaqonunu gətirib burada qoymaq, istiliyini özümüz təmin eləyəcəyik. Sadəcə işığın çəksinlər. 2.100 də uşaqdır. Nədir ki? Özümüz burada gələcəklər, gedəcəklər. Məktəbimiz indi 1 ilə, 2 ilə nə vaxt bərpa olunur, inşallah ondan sonra gedərlər. Bizim burada istəyimiz odur ki, yəni biz getməyək başqa yerə. Avtobuslar ayır, ona ayır, buna ayır, hamısı maliyyə xərclənir. 6 dənə vaqonu qoysun bura. Nə maliyyə xərcləsinlər, nə bir şey eləsinlər. Özümüz burada dərsimizi keçək. Bizim yəni bu şaxtalı bızlavada heç kim saat 8-də işləmiş uşağını göndərməz burada. Gözü görmür. Allah rəhməsin, hər gün qəzalar baş verir. 8-9 kilometr yolu çıxacaq, asfaltla gedəcək, gələcək. Biz valideynlər bunu istəyirik. Başqa heç bir şey istəmirik. 6-7 də sadəcə səyyar vaqon istəyirik ki, uşaqlarımız burada təhsilini alsın, məktəb remont olununca. Biz başqa bir şey istəmirik. Çox sağ olun. Bizim məktəbdə 120 dənə uşaq oxuyur. Bu 120 dənə uşağı avtobus ayırırlar. Saat elə bir 8-ə işləmiş buradan getməlidir. Bizim uşaqlar deməli durmalıdır saat neçədə? 6-da. Namaza durur bizim uşaqlar. O vaxtı falan qədər verib göndərirsən. Mənim uşağım burada baş ağrıyır, müəllimədən yazı yazır, çıxıb gəlir evinə. Özüm işdə oluram, yoldaşım gətirir. Uşaq var, biz buranın bağçası yadı yoxdur. Polis gəlin mənə nə deyəcək? Uşaqları vermir. Məktəb paltarı vermir. Nə deyəcək? Nə deyəcək? Heç mənə qalma gələn polis, mən sektor müdürünə deyirəm ki, bayaq ki, qərar çıxıb, nazirin qərarı var ki, bizə göstər o qərarı ki, bizim yuxarı keçsin. Belə çıxıb da, ben qərarı sizinlə tanışım. Niyə? Qərarı mən də işləmişəm. Gətir, arkasına biz Valideyn. Bizə deyirlər ki, gözün sənəsun məktəbinə, götür ora. Bizim nətər eləyək? Salam, gəldiyi üçün sizə təşəkkür edirəm. Hənfiyə və Gülnar Kamal qızı. Mən də istəyərəm ki, bizim məktəbimizdə şərait qurulsun, həyətində, idman zalı yerində yanı. Palatka qurulsun, nə olur olsun, amma uşaqlarımızın burada olsun, başqa yerə gelməsin. Bu qışı var, nə bilim, xəstəmiz var. Məsələn, mən uşağım xırda sinifdədir, iftidai sinifdədir. Mən o özüm aparıb gətirirəm, sinifə qoyuram, gedib anam özü onkoloji xəstədir, ona baxıram. Mən necə eləyə bilərəm ki, məsələn, mən gündə uşağımla oraya gedib gələm. Biz üçün alınmır. Biz də istəyirik ki, biz üçün burada olsun. Nə olur olsun, burada olsun. Özümüz də, məsələn, şəraitin yanında özümüz eləyərik. Yəni əl atarıq, 100 də uşaqdır. Onun yəni burada düzəlməyinə mən yoxdur ki, yəni bir insan ki, çıxa qabağa onu nəsə eləyə. Biz getmək istəmirik. Başqa məktəblərə daşınmaq istəmirik. Məktəbimiz düzəlincə
Mən Fərid Allahqulu Göyüşoğlu. Yuxarı Noxtlu kənd sakiniyəm. Mənim burada 3 dənə uşağım oxuyur. Biri 1-ci sinifdə oxuyur, biri 3-də oxuyur, biri 5-də oxuyur. Bunlar ayrı-ayrı fərqli məktəbə gəlirlər. Biri çıxır saat 12-də, biri çıxır saat 1-də, biri çıxır saat 2-nin yarısında. Mən bu uşaqları aparıb gətirincə iç zulmü çəkirəm. Xahiş edirəm dövlətimdən, prezidentimdən bizə bir yüngül burada çadır bu məktəbimiz başa gəlincə. Əmələ gəlincə bizə bir də köməkli eləsin, nazirimiz köməkli eləsin. Nədir ki, bir yüngül çadırdır. Odunun da özümüz veririk. Köməkli ilə, istiliklə, zadla da özümüz kənd cəmaatı olaraq, belə şəxsən mən özüm bir maşın odun təşkil edib verəcəm. Burada bir məktəb yoxsa avtobusla aparıb hansısa bir kəndə heç bir uşaqlara zamin durmaq olmur. İndi uşaqlarımız körpə-körpədir. Bir dənə sumkanı götürmək üçün 10 kilo uşağın ağırlığı varsa 15 kilo sumkanın ağırlığı var. Gəlsin, baxsın təhsil nazirimiz uşaq gedəndə beli əyilir, sumka dəyir topuğuna. O uşağı nətər mən göndərir buradan Salyansura 7 kilometr. Gündə yolda hadisə olur. Bir həftə ərzində 4 dənə meyit çıxıb buradan kətdən. Hamısı avariya ilə. Avtobus şoförü onu aparıb təminat verir ki, mənim uşağımı salama aparıb gətirəcək. Yox. Təminat heç kim təminat vermir. İstir müəllimi, istir naziri, istir direktoru. Heç kim uşağı deyir, mən təminat verəmərəm sənin uşağı. Uşaq da qəza da olur. Qəza olansa Bevlad cəmaatına uşağı qırılandan sonra səhər əskəriyə kim aparatsın? Hamısı oğlan uşağıdır, qız uşağıdır. Bunlar məhv olmalıdır. Xahiş edilir, bir dənə burada yüngül çadır düzəltsin. İstilik cəmaat yığılıb təmin eləyəcək. Bizə bu kömək eləsin. Bizim uşağımızı başqa yerə qoymayacaq.